Hər vaxtınız xeyir olsun. Deməli, bəzi müəllimlərin xahişi ilə bu sınağın izahını çəkirəm və bu sınaqda ancaq qayıq çay məsələləri, tunel məsələləridir. Yəni 20 sualdan ibarətdir və çalışacağam ki, inşallah, bu sınaqda sizə bu qayıq çay məsələləri və tunel məsələlərini inşallah izah edim və öyrədim. Və eyni zamanda da bizim MİQ və sertifikasiya qruplarımız davam edir. Yüksək nəticə toplamaq istəyən müəllimlər bizim dərslərdən yararlana bilər və dərslərimizə qoşula bilər. Vaxt itirmədən testlərin izahına başlayaq. Birinci sual belədir. Suya nəzərən K nöqtəsindən 4 metr/saniyə sürətlə çaya daxil olan üzgüçü M nöqtəsindən qarşı tərəfə çıxır. Buna əsasən çayın axın sürəti neçə metr/saniyədir? Ümumiyyətlə, müəllimlər bu çay məsələlərində biraz problem yaşayır. Bunun da səbəbi nədən ibarətdir? Çay məsələlərində Y və X oxlarına baxmaq lazımdır. Bununla da məsələ həll olunur. Y oxunda kimlər var? Bax, 12-dir. Bir də bu sürətin perpendikulyar toplananı. Yazıram. Birinci Y üçün yazıram. Düsturumuz budur. S bərabər VT. S-in yerinə 12 yazıram. V-nin yerinə yazıram. 4 verib bizə. T. Buradan T-ni tapacam 3. T-ni 3 tapdım. Bizə deyir ki, çayın axın sürətini tapın. Deməli, bu əgər M nöqtəsindən çıxıbsa, digər sahilə, bunu M nöqtəsinə aparan kimdir? Deməli, çaydır da, düzdür. İndi X-a baxırıq. X-da kimlər var? Çayın sürəti var. Bax, X-da kimlər var? Çay var. Bir də məsafədə 15 metrdir. Yazıram. S bərabər yenə VT. S-in yerinə 15 yazıram. V-nin yerinə V çayı yazıram. T-də 3-dür. Və buradan V çayı tapacam 5. Cavab olacaq D variantı. Keçək növbəti suala. Bizdən buradan soruşur ki, şəkildə çayın sahilinin müxtəlif nöqtəsindən sabit sürətlə üzməyə başlayan iki üzgüsünün suya nəzərən sürət vektorları və çayın axınının və çay sürət vektoru təsvir edilmişdir. Hansı ifadələr doğrudur? Deyir ki, A üzgüçüsü qarşı sahilə K nöqtəsindən çıxar. İndi üzgüçünün qarşı sahildən çıxması üçün biz yerə nəzərən sürəti bilməliyik. Yerə nəzərən sürətdə çayın sürəti ilə üzgüçünün sürətinin vektorial cəmidir. İndi A-nın üzərinə çayı əlavə etsək, yekun sürət görə hardan çıxır? Deməli, üzgüçü o nöqtədən çıxacaq. İndi bu vektora bax, gör nətər çıxır. Bax. Deməli, 1 sağa, 2 yuxarı. Deməli, burada da eyni qayda ilə 1 sağa çıxmalıdır, 2 yuxarı. Deməli, K nöqtəsindən çıxacaq. K nöqtəsindən. Bu düzdür. İndi görək B hardan çıxır? Yenə də çayı B-nin üzərinə əlavə edirik. Görək, indi yekun vektoru hansıdır? Yekun vektoru budur. Görək hardan çıxır? Buradan çıxacaq. Deməli, bu doğru deyil. L nöqtəsindən çıxmır. Bu doğru deyil. Sonra, indi deyir ki, A üzgüsünün qarşı sahilə T müddətdə çatarsa, B üzgüsü 2T müddətdə çatar. Deməli, üzgüsünün qarşı sahilə çıxma müddəti bu düsturla hesablanır. S böl VY. S burada çayın enidir. İndi A üzgüsünə baxaq. A üzgüsünün çayı keçmə müddəti yazıram. T-a bərabərdir. S böl VY. Yəni, A-nın sürətinin Y toplananı. S-imiz S-dir. Sürətin Y toplananına baxsaq, bax. Elə sürətin Y toplananı 2 bölgüdür. Olacaq 2 dənə V. Məsələ buna deyib T. Onda buradan biz alırıq ki, S böl V nəyə bərabərdir? 2 dənə T. Bunu burada saxlayıram. İndicə baxaq, B üzgüsünə baxaq. TB bərabərdir. Yenə S böl VY. İndi
B-nin Y toplananı bir bölgüdür. Olacaq S böl V. S böl V-də 2T-dir də. Biz tapmışıq 2T. Deməli bu doğrudur. Deməli cavab olacaq 1-dən 3. O birisilərə də baxmıram. Keçək növbəti suala. Üçüncü sualda deyir ki, üzgüçü çayın bir sahilinin K nöqtəsindən digər sahilin M nöqtəsinə 6 saniyə üzür. Çayın axın sürəti verib sənə. Bu 2 verib. V2 də verib bizə 5 metr böl saniyə. LM məsafəsi deməli 12 metrdir. Bu məsafə bizə verib 12 metr. Bizdən çayın eni soruşur. Bunu D. Deməli burada biz nə edirik? Burada nə edirik? Bax. Burada sürəti proyeksiyalara ayırıq. Deməli bu olacaq Vx. Bu da olacaq Vy. Aha, indi burada bizdə x-lar hansılardır? Bax, x-lar 12-dir. 2-dir, bir də Vx. Birinci x-a baxaq. X. Deməli S bərabərdir Vt. S-imiz 12-dir. Deməli, əgər üzgüçü çayın axın əksinə üzürsə, deməli x toplanan çayın sürətindən böyüdür. Ona görə Vx-dan 2-ni çıxıram. T də verib də bizə 6. Deməli Vx nəyə bərabər olacaq? 4-ə. Aha, deməli Vx 4-dürsə, əvəzləyicinin 5 olması üçün bu 3 olmalıdır da. Всё, indi Y-ə baxırıq. Y-də kimlər var? Y-də var. Bax, bu 3, bir də çayın eni. Всё. İndi bizdən də çayın eni soruşur. S bərabər düstur Vt-dir. S-in yerinə yazıram D. V-nin yerinə yazıram 3. Aha, T də biz tapmışıq da 6. Eləcə onun deməli 8. Cavab A variantı. Sonra keçək növbəti 4-cü suala. Deməli suya nəzərən V1 sürəti ilə hərəkətə başlayan üzgüçü T müddətdən sonra qarşı sahildəki P nöqtəsinə çıxır. İndi P nöqtəsinə çıxması üçün ən qəşəng yol deyirəm sizə. Bu həmişə buradan bununla bu P-ni birləşdirin. Düppədüz. Birləşdirin. Birləşdirirsiniz. Deməli düzdür. Bax. Aha, birləşdirdin. İndi buradan nə çıxıram? Nə nəticə çıxardıram? Deməli burada nəticə çıxarıram ki, çay 2 bölgüymüş ki, onun üzərinə əlavə olunub və yekun sürətə bax. Yekun sürət budur, bax. Bu necə çıxır? Bax. 1 sağa, 2 yuxarı. 1 sağa, 2 yuxarı. Bəli, elə P nöqtəsindən çıxır. İndi bunu gördük ki, bu P nöqtəsindən çıxır. Aha, bunu tapdıq. Çayın sürəti deməli 2 bölgüymüş. Aha. Çayın sürətini tapandan sonra 2 bölgü. Həmin çayın sürətini bura əlavə edirəm, bax. Çayın sürətini əlavə edirəmsə, yekun sürətə bax. Yekun sürət budur. Bax, yekun sürət budur. Gör, hardan çıxır? Y-dən. Ya budur, ya bu. İndi birincinin çayı keçmə müddəti necə hesablanır? Bayaq yazmışdım. T1 bərabər S böl Vy. S bilir də çayın enidir. S böl Vy-də deməli sürətin Y toplananı 2 bölgüdür. Yazıram burada. Deməli 2V. Bu bizə verib T. Və burada S böl V-ni mən tapa bilərəm də avtomatik 2T. Bunu bax belə saxlayıram. İndi keçirəm ikincinin. İkincinin çayı keçmə müddəti. Yəni S böl Vy. İkincinin S ilə S-dür. Çayın eni dəyişmir. Vy nədir? Bax, Y toplananı 1 bölgüdür. V. Aha, S böl V-ni də biz nə tapmışıq? 2T. Всё. Deməli cavab olacaq bax bu B variantı. Keçək növbəti suala, 5-ci. Deməli X və Y maşınlarının ön uzları 100 metrlik körpüyə eyni anda çatır. Arxa uzlar da körpünü eyni anda tərk edir. İndi tərk etməsi üçün bax burada olmalıdır da bu. Bu burada olmalıdır tərk etməsi üçün. Bu da burada olmalıdır tərk etməsi üçün.
Aha. İndi eyni anda, deməli hərəkət eyni anda baş verib. Yəni tx ty-ə bərabərdir. Birinci tx-i tapaq. Tx nəyə bərabərdir? Deməli həmişə məsafə götürəndə deməli qatarın arxa tərəfi ilə arxa tərəfi götürülür. Deməli olacaq, bax bu məsafə olacaq, bax bu məsafə olacaq, qatarın getdiyi məsafə. Yəni 108 t bərabər s bölü v-dir də. 108 bölü v də 10,8-dir. Deməli buradan aldım, bunun zamanı 10-dur. İndi bəs y nə qədər yol gedib? Yenə arxa tərəfi ilə arxa tərəfini götürürük. Bax bu məsafədə bax budur. Yəni y-in getdiyi yol. Nə qədər məsafə gedib? S bərabərdir vt. S-imiz nədir? Ly plus deməli körpünün uzunluğu bərabərdir v. 11,2 t də tapmışam da 10. Zaman eynidir axı. Bu da eləcək 112. Buradan ly tapanda eləcək 12. Cavab D variantı. Keçək deməli 6-cı suala. Deməli 6-cı suala bizdə nə soruşur? Axıntı sürəti 3 metr bölü saniyə olan çayda 5 metr bölü saniyə sürətlə üzgüçü K nöqtəsindən suya girib L nöqtəsindən çıxır. Buna əsasən üzgüçünün bu məsafəni qət etməyə sərf etdiyi zaman. İndi baxaq. Əgər deməli çay axmasaydı üzgüçü buradan gedib elə bura çıxacaqdı, düzdür? Bəs indi üzgüçünü sürükləyib L nöqtəsindən çıxardan kimdir? Çay. Deməli belə çıxır ki, bu üzgüçü bu istiqamətdə üzürmüş ki, çayı da bura əlavə eləmişəm ki, deməli bax bu istiqamətdə gedib buradan çıxıb. Vsyo. İndi bax. Deməli buradan belə çıxır ki, bu üzgüçünün sürətinin 2 dənə proyeksiyası var. Bax biri x-dir, biri y. Deməli vx, vy. Bu da 5'dir ha. 5 metr bölü saniyə. İndi burada bir diqqətli olmaq lazımdır. Bu nətər gedib L-də çıxıb? Bax bir dənə şey var. Deməli L-də çıxması üçün bunun y toplananı tək olmalıdır. X toplananın olmaması üçün deməli x toplananı 3 olmalıdır ki, çayla bir-birini şey eləsin. Yəni kompensasiya eləsin. Kompensasiya eləsin ki, yəni bununla bu bir-birini yox eləsin ki, burada y olsun ki, bu getsin L-dən çıxsın. Fikrim yəqin çatdı sizə. Vsyo. Onda yenə biz nəyə baxacağıq? Birinci y proyeksiyaya baxacağıq. S bərabər vt. İndi y-də kimlər var? Vy, bir də 60. Bu y-də tapdıq 4'dür də, Pifagor teoreminə görə. S 60, vy 4, t. T-ni tapdım nə? 15. Vsyo, cavab olacaq B variantı. Sonra keçək 7-ci suala. 7-ci sualda deyir ki, axın sürəti sabit olan çayın A nöqtəsindən hərəkətə başlayan KLM qayıqlarının durğun suya görə sürət vektorları verilmişdir. L qayığı Z nöqtəsindən qarşı sahilə çıxdığına görə. Aha. İndi L nətər Z-dən çıxıb? Yenə də buradan buranı birləşdirmək lazımdır ki, deməli mən buradan tapdım ki, çay bir bölgüymüş ki, bunun yekunu gedib buradan çıxıb. Aha. Deməli bu L-in Z-dən çıxmağının köməyi nəticəsində mən bildim ki, çay bir bölgüymüş. Vsyo, indi K-nın üzərinə çay əlavə eləsəm, bir bölgünü yekun sürətə bax, gör haradan gedib çıxır? Z-dən. Deməli K gedib Z-dən çıxacaq. İndi M görə haradan çıxacaq? Yenə M-in üzərinə çay əlavə edirəm. Yekun sürətə bax. Bax bunu çox müəllimlər qarışdırır. Bu vektor haradan çıxır? Bunu bilmək üçün nə edirsən bax? Deməli bu 2 sağa gedir, 2 yuxarı. Bax bu buradan da 2 sağa getməlidir. Deməli 2 də yuxarı getməlidir. Aydındır? Aha. Deməli onda haradan çıxacaq? O nöqtəsindən. Deməli cavab olacaq D variantı. Sonra 8-ə baxaq. Burada da eyni qaydadır. Çayın sürətini verib. Deyir, axın sürəti VA olan çayda durğun suya nəzərən sürətləri verilən X və Y üzgüçləri qarşı sahildə hansı nöqtələrdən çıxar? İndi burada da çayın sürətini əlavə edirəm. Bax bura. Çayın sürətini. Çayın sürətini əlavə edirəmsə, yekun sürət budur. Bax, yekun sürətə bax. Yekun. İndi bu görə haradan çıxır? Bunun çıxmasını bilmək üçün bayaq dediyim kimi. Bu 2 yuxarı gedib,
1 sola gedib. Deməli 2 yuxarı, 1 sola getməlidir. 2 yuxarı, 1 sola getməlidir. Hardan çıxmalıdır? B nöqtəsindən. Ha, gördün? B nöqtəsindən. Baba, gördünüz? Deməli bu B nöqtəsindən çıxacaq. K, X. Bəs indi Y necə biləcək? Bax, Y-ə də əlavə eləsəm, həmin çay. İndi gör bu yekun vektor hardan çıxır baba? Yekun vektor budur bax. Bu necə çıxır? Diqqətlə baxaq. 1 sağa, 2 yuxarı. Yenə 1 sağa, 2 yuxarı. 1 sağa, 2 yuxarı. K-dan çıxmalıdır bu. K-dan. Deməli cavab olacaq C variantı. Cavab C variantı. Sonra 9-cu sual. Bax bu məsafəyə. Mən deyirəm ki, buna bir dənə elə belə bir qiymət deyirəm. Məsələn, buna deyirəm P, bu məsafəyə P deyirəm. Deyir, düzxətli trayektoriya üzrə sabit 12 metr/saniyə və 8 metr/saniyə sürətlərlə hərəkət edən X, Y cisimlərinin T bərabər 0 anındakı koordinatları verilib. Cisimlərin ön ucları 4-cü saniyənin sonunda el xətti üzərində olur. Baba, burada olur. Burada olur. Bu da olur burada. Və Y cisiminin uzunluğunu tapın. İndi birinci X-a baxaq. X-in uzunluğun düsturumuz nətərdir? S bərabər VT. Məsafəni nətər təyin edirik? Qabaq tərəfi ilə qabaq tərəfi. Deməli, S-in yerinə nə yazırıq? S-in yerinə. Deməli, SY, yəni bu həmin bu məsafə, plus P bərabərdir V vur T'miz də 4-dür. Eləcək 48. İndi Y-in getdiyi məsafə. Qabaq tərəfi ilə qabaq tərəfi. Bu məsafədə nə olacaq? Deməli, olacaq P bərabərdir. Yəni S bərabər VT-də 8 vur 4, 32. İndi bizə lazımdır Y cisiminin uzunluğunu tapmaq. P-ni gətirib burada yerinə yazıb SY-i tapa bilərəm. Bu da eləcək 16. Cavab C variantı. Sonra baxaq 10-cu suala. 10-cu sualda deyir ki, A nöqtəsindən şəkildəki kimi üzməyə başlayan üzücü qarşı sahilə K nöqtəsindən çıxar. Burada dayanıram. K nöqtəsindən nətər gedib çıxıb? Yenə də bayaq dediyim kimi bunu birləşdirirəm. Və buradan tapıram ki, deməmişkən çayın sürəti 1 bölgüymüş. Ki, yekun sürət gedib oradan çıxıb. Deməli, çayın bölgüsü 1-dir. İndi çayı bura əlavə eləsəm, biləcəm ki, B hardan gedib çıxır digər sahilə. Baba, bu yekun vektor budur. Bu necə çıxır? Deməli, 1 sağa 2 yuxarı, 1 sağa 2 yuxarı. P-dən çıxacaq da bu. Aydındır. Deməli, hardan çıxacaq? P-dən. C variantı. Baxaq buna 11-ci suala. Deməli, 11-ci sualda deyir ki, V və 2V sürəti ilə hərəkət edən LX və LY uzunluğundakı X və Y qatarları 3D uzunluğundakı tunelə eyni anda daxil olurlar. Qatarların arxa ucları K xətti üzərində görüşürlər. Arxa ucları. Yəni, bu gəlir bura. Bu da gəlir bura. Burada görüşürlər, bax. Eyni anda. İndi biz bilirik ki, yenə məsələdə deyir ki, eyni anda. Deməli, TX bərabərdir TY. İndi birinci T-nin düsturu nətərdir? T bərabər S böl V-dir də. Bu da S böl V. S nədir? Baba, həmişə məsafəni götürəndə nətər götürür? Arxa tərəfi ilə arxa tərəf. Yəni, bax bu. Məsafə budur. Yəni, LX plus D. Sürəti də VX-in sürəti V-dir, bərabərdir. İndi SY. Yəni, arxa tərəfi ilə arxa tərəfi. Bax, bu məsafə. Bu məsafə də nədir? Deməli, LY üstəgəl 2D böl. Sürəti də 2V-dir. Bunlar ixtisar getdi. Buradan tənasüb kimi vursam 2LX
plus 2D çıx ly çıx 2D bərabər 0. Buradan lx böl ly nisbəti olacaq 2-də 1. Cavab B variantı. Sonra baxaq bura. Uzunluğu 300 metr olan qatar 72 km/saniyə sürətlə. 72-ni çevirək də metr böl saniyə. 72.000-i 3600-ə bölürük. Bu da eləyir deməli 20. 20. Deməli qatarın sürəti 20 metr böl saniyədir. İndi deyək ki, qatar tamamilə tuneldən çıxarsa, qatarın tuneldən çıxması üçün gəlib burada dayanmalıdır. Yenə də məsafəni T bərabər düstur S böl V'dir. S-imiz nədir? Qatarın arxa tərəfi, arxa tərəfi. Bax, bu məsafə budur. Həmişə bunu belə yadda saxlayın. 1100 bölürük qatarın sürətinə. Bu da eləcək 55. D variantı. Keçək növbəti suala. Deməli, axıntı sürəti 5 metr böl saniyə olan çayda. Çayın sürəti 5-dir. Deməli, qayığın sürəti də 10-dur. İndi bizə deyir ki, çay istiqamətində A-dan B 5 saniyə gəlir. İndi buradan bura 5 saniyə gəlirsə, AB məsafəsini tapa bilərəm. S bərabər VT. AB bərabər sürətlər eyni istiqamətdə olanda toplanır. 15 vur 5, 75. Bunu buradan tapdıq. İndi deyək ki, qayıq eyni sürətlə çayın əksinə üzərsə. Əksinə üzərsə yenə də S bərabər VT. Yenə məsafə AB-dir bərabər. Əks istiqamətdə sürət çıxılır da. Yəni 10-dan 5-i çıxıram. Vururam T-yə. Yenə AB məsafəsi 75-dir. Onda T bərabər nə olacaq? 75-i böləcəm 5-ə də 20. Deməli 15 eləyəcək də. 15. Cavab C variantı. Sonra C variantı. Sonra baxaq buna. Sürəti 6 metr böl saniyə olan qayıq axın sürəti 2 metr böl saniyə olan çayın K nöqtəsindən L nöqtəsinə T1 müddətdə. Burada saxlayıram. Birinci yazıram. T1 bərabər S bax bu məsafədir. 240 böl V. V də sürətlər eyni istiqamətdə olanda toplanır. Bu eləcək 30 saniyə. İndi deyir ki, eyni sürətlə L-dən K-ya. L-dən K-ya gedirsə, onda T2 nə olacaq? Yenə 240-ı böləcəm. Sürətlər əks istiqamətdə olanda çıxılır. Bu da eləcək 60. İndi bizə desə T1 böl T2 nisbətini tap. T1-i T2-yə böləndə eləyir 2-də 1. Cavab C variantı. Sonra 15-ə baxaq. Sürəti 1 metr böl saniyə olan çayda durğun suya nəzərən sürəti 3 metr böl saniyə üzgüsü K nöqtəsində L nöqtəsinə gedib. Burada dayanırıq. Yenə yazıram. S bərabərdir. Deməli, S bərabər VT. S-in yerinə yazıram 24 bərabər. V-miz nədir? Sürətlər eyni istiqamətdə olanda toplanır. Onda buradan T1-i tapacağım. Deməli, 6. T1-i tapdım 6. Düzdür? İndi deyir ki, həmin sürətlə K nöqtəsinə doğru üzməyə başlayır. K nöqtəsindən təkrar K nöqtəsinə qayıtmasına sərf olunan zaman əks istiqamətdə. Yenə S bərabərdir. Yazıram VT. Yenə S dəyişmir. 24. Sürətlər qayıdır axı. Qaydanda əks istiqamətdə sürətlər çıxılır. 3-dən 1-i çıxıram 2 vur T2. Buradan T2-ni tapacağım 12. Bizdən ümumi zamanı soruşur. Onda zamanları toplayacağım. Eləcə 18. 16. Deməli, kater çayın axın istiqamətdə sürəti. Axın istiqamətdə deyəndə katerlə çayın sürəti toplanır. Bu bizə verib 44. Əks istiqamətdə katerdən çay çıxılır. Bu da bərabər 8. İndi çayın sürətini tapmaq üçün tənliyi tərəf-tərəfə çıxaram. Kater üstəgəl çay, çıx, kater üstəgəl olacaq da. Çünki qabaqda mənfi var. Çay bərabərdir. 44-dən 8 çıxanda eləyir 6, 36. Deməli, buradan katerlər gedir. Onda V-çay nəyə bərabər olur? 18 kilometr böl saat. Bunu da metr böl saniyə ilə ifadə edəndə 18.000-i 3600-ə böləndə eləyir 5. Sonra baxaq növbəti 17-ci suala. 17-ci sualda axın sürəti verib. Deməli, həmişə bax birinci bax bu bucaqla verəndə proyeksiyalara ayırır, sonra məsələyə baxaq. Həmişə bax bunu proyeksiyalara ayır. Deməli, bu VX-dir, bu da VY-dir.
Deməli ayrıca burada yazdım. Vx nədir? Bucağa bitişik katet kosinüsdür. Bu eləcə 5 vur. Kosinüs 53. 0,6 bu eləcə 3 metr bölü saniyə. Deməli bu 3-dürsə, onda Pifagor teoreminə görə bu olacaq 4. Всё. İndi birinci həmişə x-a baxaq, x oxuna. Sonra y oxuna. İndi x oxunda kimlər var? Bax bu var, bu var, bir də bu var. Yazıram. Deməli s bərabərdir vt. S-imiz 18-dir. V 5-dən 3-ü çıxıram. Əksi istiqamətdədir axı. T. T-ni tapdım 9. T-ni 9 tapandan sonra indi y-ə baxıram. Y-də kimlər var? Y-də bax bu var da. Aha, indi KL məsafəsi nədir? KL məsafəsi budur da. Yəni D məsafəsi. Deməli S bərabər yenə VT. KL məsafəsi elə D deməkdir. Bu da bərabərdir. V-miz 4-dür, T də 9-dur. Eləcə 36. Cavab olacaq Y variantı. Sonra baxaq 18-ə. 18-ə. Aha, deməli suya nəzərən sürəti 10 metr bölü saniyə olan üzgüçü axın sürəti 4 metr bölü saniyə olan çayda eldən kaya doğru üzməyə başlayır. Deməli eldən kaya doğru üzməyə başlayır. Bu KL məsafəsi verib sənə 180 metr. Bizdən eldən kaya neçə saniyə deməli çatar. T bərabər düsturumuz budur. S böl V. S-imiz 180-dir. Sürətlər əks istiqamətdə olanda çıxılır. Ondan 4-ün çıxanda qalır 6. Bu da eləcə 30. Cavab C variantı. 19-a baxaq. Maraqlı sual bax budur. Deməli, bax. Burada kilometr bölü saatı metr bölü saniyə ilə ifadə edilir. Bax, qatarın sürəti və qatar bərabərdir 40 kilometr bölü saatı çevirəndə metr bölü saniyə 40.000-i bölürəm 3600-ə. Bunlar xısa getdi. Burada qaldı nə? Deməli 4 ilə də 36 xısa gedir 4-ə qalır 100 böl 9. Deməli metr böl saniyə. Bunu buradan tapdım. Bir də deməli sərnişinin sürəti. Sərnişin 10 kilometr bölü saatı metr bölü saniyə çevirəndə 10.000-i 3600-ə bölürəm. Bu deyilir. Deməli bu lap çevirməsi ödü olar bu bursun. Bu elə bunu belə saxlayıram. 400 böl 36. Burada deyilir 100 böl 36. Eyni olsun da məxrəcləri. Metr böl saniyə. Aha, indi bizə deyir ki, bax qəşəng sualdır bu. 200 metr uzunluğundakı qatar 40 kilometr bölü saniyə sürətlə hərəkət edir. Qatarın ən arxasında olan sərnişin. Baba, qatarı yuxarıda çəkim ki, tam yəni bilinsin də. İçindədir o əslində. Bunu özüm yuxarıda çəkirəm ki, məsələni başa düşək. Deməli, qatarın ən arxasında olan sərnişin qatarla tunel arasındakı məsafə 150 metr olduğu anda 10 kilometr bölü saniyə sürətlə qarşıya doğru qaçmağa başlayır. Qatarın ön ucu tunelin arxa ucuna çatdıqda. Baba, qatarın ön ucu tunelin arxa ucuna çatdıqda. Baba, belə olanda sərnişin qatarın ön ucuna çatıb. Baba, sərnişin gəlir bura. Deyir, buna sən tunelin uzunluğunu tap. Burada müəllimlər, burada açıq aydın mən birinci sərnişinə baxaq. S bərabər VT. Sərnişin nə qədər yol gedir? Əlbəttə ki, qatarın uzunluğu qədər yol gedəcəkdə 200 və sərnişinin sürəti. Deməli 100 böl 36 vur T. Bunlar getdi. Deməli T-ni tapacam 72. T-ni tapdım 72. Deməli sərnişin ora gələnə qədər qatar da gəlib ora. Всё. İndi bizdən tunelin uzunluğunu soruşur. İndi qatara baxırıq. Qatar. Görək qatar nə qədər məsafə gedib. S bərabər yenə VT. S-imiz nədir? Həmişə biz nə demişik? Deməli, ya qatarın arxa tərəfi ilə arxa tərəfi, ya da qatarın qabaq tərəfi ilə qabaq tərəfi götürülür məsafə. Olacaq 150 üstə gəl L bərabərdir. V-miz qatarın sürəti 400 böl 36, T-də 72-dir. Bu da eləcə 800. Onda L nəyə bərabər olacaq? Deməli 650-yə. Deməli qatarın tunelin uzunluğu 650 imiş. Keçək və ən maraqlı suala.
20-ci sual. Yenə də burada bax dəyərli müəllimlər. Qatarın sürətini çevirək metr bölü saniyə. Və qatar bərabər 50 mini, deməli 50 mini 3600-ə bölürük. Qısa getdi. Burada qaldı 500 böl 36. Bunu belə saxlayıram. Metr böl saniyə. Metr böl saniyə. Və sərnişinin də sürətini çevirək. Deməli 10 mini bölürəm 3600-ə. Bu da eləyir. Deməli 100 bölünmüş 36 metr böl saniyə. Aha. Deməli yenə də deyir ki 100 metr uzunluğundakı qatar. Bu qatarın uzunluğu burada lap biraz böyük formatda çəkim. Qatarın uzunluğu 100 metrdir. Deyir ki qatarın uzunluğu 100 metr uzunluğundakı qatar 50 km böl saat sürətlə hərəkət edərək tunelə girir. Qatarın, bax diqqətlə fikir verək bu cümləyə. Qatarın ən arxasında olan sərnişin. Bax qatarın ən arxasında olan sərnişin. Sərnişin. Qatar tamamilə tunelə girdiyi anda. Yəni elə bil bax bura girəndən sonra bax bu cümləyə fikir verək. Girəndən sonra bax 10 km böl saniyə sürətlə qarşıya doğru qaçmaya baş. Deməli bura tam girəndən sonra başlayır qaçmağa. Bunu silirəm burada. Deməli burada diqqət. Deməli qatar tamamilə tunelə girdiyi anda, tamamilə girəndən sonra bu başlayır qaçmağa. Deyir qatarın ön ucu tunelin arxa ucuna çatanda, yəni bura çatanda, deməli sərnişin qatarın ön ucuna çatır. Aha, bu görsən nə maraqlı sualdır. İndi burada görək bu sərnişin nə qədər yol gedib. Birinci sərnişinə baxaq. Sərnişin. Düsturumuz budur. S bərabər VT. Sərnişin əlbəttə ki qatarın uzunluğu qədər yol gedəcək. Yəni 100. Sərnişinin sürəti 100 böl 36 vur T. Və buradan tapıram ki T bərabər olub nə qədər? 36-ya. Bunu tapandan sonra əlbəttə ki mən tunelin uzunluğunu tapa bilərəm. Deməli indi üzr istəyirəm. Tunelin uzunluğunu bizdən soruşur da. İndi qatara baxaram. Qatar. Yəni S bərabər VT. İndi görək bu qatar bura girəndən sonra nə qədər yol gedib. Söhbət bura girəndən sonraki məsələdən söhbət gedir. İndi biz məsafəni tapanda nətər tapırıq? Deməli bax məsafəni tapanda demişdik ki qatarın arxa tərəfi ilə bax bu məsafə. Deməli bu olacaq nə? Bax bu məsafə nə olacaq? Qatarın uzunluğu plus bu x-də, buna da x deyirəm. Bax buradan bura qədər olan məsafə x. Yəni 100 plus x. Deməli yazıram. Qatar nə qədər yol gedir? Ora girəndən sonra, məsələ ora girəndən sonra baş verib. 100 plus x bərabərdir. V-miz qatarın sürəti 500 böl 36. T-də tapmışam 36. Bu eləcə 500. Və buradan x-i tapacam 400. X-i tapdım 400. Bizdən axı şeyi soruşur. Tunelin uzunluğu. Tunelin uzunluğu da Tunelin uzunluğu da nədir? Deməli 100 plus x plus bu qatarın uzunluğu. Tunelin uzunluğu da yəni 100. Qatarın uzunluğu. Bu da bərabərdir. 100 plus 500. Bu da bərabər 600 metr. Deməli cavabımız nə olacaq? Cavab olacaq D variantı. Diqqətinizə görə sağ olun. İnşallah gələn sınaqlarda görüşənədək.